Qax rayonundakı bütün görməli yerlər bu xəritədə toplanıb. Xəritənin hazırlanması üçün 2-3 ildir iş gedirdi. Nəhayət hazırdır. Deməli, bir tərəfində Qaxın mərkəzi var. Şəhərin özündəki muzeylər, kafeşoplar, görməli yerlər Sarıbaş kəndi və İlisu kəndi ayrı-ayrılıqda göstərilib və Qaxdakı görməli yerlərin böyük bir hissəsi kəndlərdə olduğuna görə xəritənin qırağında həmin yerlərin adları və mərkəzdən neçə kilometr varsa oralarda yazılıb. Xəritənin digər tərəfində də tematik qruplaşdırmalar var. Məsələn, kafeşoplar var ya da burada hiking marşrutları, Qaxda gedə biləcəyiniz yerlər, piyada ya da offroad maşınlarla gedə biləcəyiniz şəlalələr və s. Bu xəritə tamamilə ödənişsizdir. Bütün otellərə, kafeşoplara, turistik obyektlər, istirahət mərkəzləri hamısına paylanılır. Oradan əldə edə bilirsiniz. Qaxa gəlmədən bu xəritəni əldə edib səyahətinizi planlaşdırmaq istəyirsinizsə, iki formada PDF-ni əldə edə bilirsiniz. Bir, bu qatlanmış halda xəritənin arxasında QR kod var. Bunu indi skrin eləyib ekrana da qoyacağıq. Bunu oxudanda PDF-ni yükləyə bilirsiniz azərbaycan.travel saytından. Bir də yuxarıda bir e-mail yazacağıq. Bu e-maili yazıb Qax bələdçi xəritəsi istədiyinizi bildirin, sizə PDF forması göndəriləcək.